Məlum olduğu kimi yanvarın 1-dən qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra Azəriqaz İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində ciddi problem yaranıb. Hələ də Bakı şəhərində bir çox abonentlər istiliksiz qalıblar. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə vətəndaşlar Azəriqaza müraciət və şikayət ediblər. Onların sözlərinə görə artıq ikinci gündür ki, sayğaca qaz yükləmək mümkün deyil. Qaynar xəttə düşmək olmur. Zəng edirsən, çox hallarda ya avtomatik olaraq söndürülür, ya da uzun müddət xəttə gözlədirlər. 37 dəqiqə insan xəttə gözləyər, redaksiyamıza müraciət edən vətəndaşlardan biri bildirib. Bir qrup vətəndaş isə problemin həlli üçün qurumun aidiyyatı şöbələrinin qarşısına toplaşdıqlarını deyirlər. Yaranmış vəziyyətlə Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirdi ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən yaranmış problem həmin gün axşam saat 20:00-dan aradan qaldırılsa da, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur. Müraciət sayı çox olduğuna görə yenidən müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə iş aparırlar deyə o qeyd edib.